Bakıda kafedə müştəri bıçaqlanıb. Hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsi 2146-cı məhəllə ünvanında yerləşən kafedə baş verib. Faiq adlı müştəri sərxoş vəziyyətdə kafeyə gələrək tanımadığı şəxslərin masasında əyləşib, pivə sifariş verib. Kafedə ofisant işləyən Arif Məmmədov ona yaxınlaşıb sifarişi götürüb və müştəriyə pivə gətirib. Pivəni içən Faiq masada əyləşən şəxslərlə mübahisə edib və söyüş söyüb. Ofisant mübahisəni sakitləşdirib və masada oturan digər müştərilərdən üzr istəyib. Faiqin sərxoş olduğunu deyib. Mübahisə sakitləşib və Faiq kafedən çıxıb. Bir neçə dəqiqədən sonra yenidən kafeyə qayıdaraq Arifi söyüb. Arif onu yenidən sakitləşdirərək evlərinə getməsini xahiş etsə də Faiq yenidən onun ailə üzvlərini təhqir edib. Əsəblərini cilovlaya bilməyən Arif pəncərənin qarşısındakı mətbəx bıçağını götürərək onu bıçaqlayıb. Daha sonra Arif təcili yardım çağıraraq Faiqi xəstəxanaya aparıb və polisə məlumat verib. Faktla bağlı cinayət işi başlanıb və Məmmədov saxlanılıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaq dövründə Faiq öz günahını etiraf edib. Məhkəmənin hökmü ilə Məmmədov 3 il azadlıqdan məhrum edilib.